Linuxda ən faydalı olan komandalardan biri məhz sudo apt update'dir, hansı ki sənin sistemini tamamilə yeniləyəcək və bütün proqramların ən sonuncu versiyasını sənin kompüterə avtomatik olaraq yükləyəcək və sən hər dəfə hansısa sayta gedib proqram yeniləməsi etməli deyilsən. Beləliklə bu komanda yazandan sonra görürsünüz yenilənmələr başlayır axtarışa. Məndə hal-hazırda yenilənmə olmadığına görə heç bir yenilənmə baş verməyəcək. Təbii ki, yenilənmələr axtarılıb tapılandan sonra növbəti yazılacaq komanda sudo apt upgrade olmalıdır. Hansı ki, bu yenilənmələri məhz başlayacaq yükləməyə. Yəni, birinci komanda sadəcə olaraq yenilənmənin olub-olmadığını yoxlayır. İkinci komanda isə həmin yenilənmələri avtomatik artıq başlayacaq kompüterə yükləməyə. Sudo apt after remove komandası isə daha öncə yenilənmələrdə gələn hansısa zibil qalıbsa sistemdə, bu adətən bilirsiniz, Linux sistemi yenilənmə siz etdikdə o köhnə versiyanı silmir, yəni köhnə versiya fayllar var ki, bəziləri qalır sistemdə, birdən yenilənmə baş verəndən sonra kompüter açılmaz və yaxud işləməz. Ona görə də siz geriyə qayıdıb köhnə sistemlə, yəni davam edə biləsiniz deyənə onu silmir. After remove eləyəndə biz artıq həmin sistemlər silinir. Bunu tam yenilənmə bitdikdən sonra və kompüteriniz tam işləyə vəziyyətdə olduğundan sonra after remove eləyib, yerdə qalan zibili silib, kompüterinizdə olan artıq lazımsız zibili təmizləyə bilərsiniz.